Ay cemaat, bu saat burada sizin evlatlarınızın talihi həll olunur. Axı niyə xeyrinizi başa düşmürsünüz? 2-3 il bir göz qırpımında gəlib keçəcək, uşaqlarınız savadlanacaq, qayıdandan sonra gəlib öz qardaşlarını, bacılarını da oxudacaq. Axı nə vaxta qədər bizim balalar elə əlif zəbər ə, bey zəbər bə deyə qalacaq, nə vaxta qədər? Ay başınıza dönün. Onu da bilin ki, orada Qori seminariyasında oxuyan uşaqlar elə sizin kimi adamların balalarıdır. Axı niyə? Niyə elə gərək faytonçu oğlu hökmən fayton sürsün? Axı ne üçün elə gərək qəssab oğlu ömrü boyu əlində balta ət doğrasın? Axı ne üçün baqqal oğlu atası kimi ömrünü baqqallıqda çürütsün? Bəlkə uşaqlar bunu istəmir. Bəlkə onları Allah daha böyük işlər üçün yaradıb. Bəlkə elə gələcəkdə onlardan yaxşı müəllim, həkim, agronom olacaq, alim olacaq. Molla Sadıq təsdiq eləyər. Quranda yazılıb ki, bir olan Allah, uşaqlarını oxutmaq istəməyən adamların hamısına qənim olur. Məsləhətiniz nədir? Qonağa nə cavab verək? Hələ onu deyin, görək cənab müəllim. Qori seminariyasında oxuyan müsəlman uşaqlarına şəriət dərsi keçiləcək. Əlbəttə, əlbəttə ki. Uruz, bize kelek gelme. Molla Sadık soruşur ki orada bizim uşaqlarımıza Kur'an-ı Şerif'i öğrenecekler ya yok. Cevap ver. Yapıştın Kur'an'dan? Dayan. Şüphesiz. Boş sözlərdir. Abcabbar əmi, bəlkəm sən icazə verəsən oğlun getsin oxumağa? Ne diyeyim valla, eğer razı olsam Allah ne sözüm var? Reddol git, senin dersin lazım değil. Reddol gel buradan, Reddol buradan çık git, ne diyeceksin aslında? Koy benim oğlum geçsin okusun. Sağ ol Mehmet Akif, sağ ol. Görürsen ne deyir? Deməli şiyelerle sünniler bir yerde okuyacaklar, öyle mi? Ha, cevap ver. Qori seminariyasında müxtəlif millətlərdən olan uşaqlar bir yerdə oxuyacaqlar. Ermənilər, Gürcülər, Müsəlmanlar, Ruslar. Hamısı da bir kapıdan kore yiyecekler. Deməli uşaqlarımıza donuz ətine yedireceksiniz, ha? Ay cemaat, kendimizde bir Rus Ahmet var, besimiz değil. Donuz eti, ha? Melun, sen murdar adamsan. İndi de istiyorsan bizim uşaqları yolundan azdırasan. Vallahi bu saat senin bağırsaklarını yeri tökerem. Dayan. İşinizi görün. Reddolun buradan yoksa... Melun, hardan getirdin sen? Bu saat Konağa el kaldırırsınız. İtilin buradan. Gerek. Hiç belə gözləməzdi. Molla Sadık, sen kimsen ki burada ağalık eləyirsən? Mən hələ ölməmişəm ha. Eşitdin? Buyur. Yaxşı iş görmürsən molla. Mən sizə minnətdaram bəy. Ancaq cemaatla söhbətimiz yarımçıq qaldı. Rəhmətliyin oğlu, az qalmış ki o dünyalıq olasan, nə söhbət bazlıqdır? O ki qaldı sənin o məktəbinə, bizim uşaqlarımız oxumasa da olar. Gedək. Yaxşı, baxarıq kim burada ağalıq eləyəcək. Qəribədir.
Buyurun. Hı. Nizami demiş ki, gece xəlvətcə bizə sevgili yar... Yar gelmiş idi. Üzü aydan da güzel, Ha. nazlı nigar gelmiş idi. Çirnevski sizin yolunuzu gözləyir. Ona hörmət eləyin. O bizə yaxın adamdır. Baş üstə. Hər dərd sərinizi ona deyə bilərsiniz. Ondan başqa bir gürcü müəllim də var. Bizdən arxayın olma Əhməd müəllim. Yadınızdan çıxmasın. Onun famili Kipiyanidir. Mikhail Kipiyani. O gözəl müəllimdir. Gözəl insandır. Ha, yadıma düşdü. Bu dəqiqə. Radişevdir. Bu kitabdan çox şey öyrənəcəksiniz. Amma Allah eləməmiş. Polis bu kitabı sizin əlinizdə görmüş olsa, cavanlığınıza da baxmazlar. Ha, Sağ olun Əhməd müəllim. Salamat qalın müəllim. uğur olsun. Sağ olun. Sağ olun. Bu deyil, geldi. Şükür Allaha. Qəsəb oğlu. Mən dedim sən qorxub atları getirməyəcəksən. Kişi zat deyiləm be ya. İncimə. Bura bax Qəsəboğlu. Mənim getməyimi kətdə heç kəs bilməsin. Yaşı mı? Arxayın ol. Di salamat qal. Bura bax. Cələdən gedək ki bizi görən olmasın. Yaxşı.